everyone, it's Esmira from Qajar Academy. Bugün sizinle bir yerde phrasal verblərə baxacağıq. Bu, həm IELTS imtahanına hazırlaşan, həm doktorantura üçün hazırlaşan tələbələrə speaking hissəsində ehtiyacı olan mövzulardan biridir. Çünki phrasal verblərdən istifadə eləmək bizim speaking üzrə balımıza əhəmiyyətli dərəcədə təsir göstərir. Phrasal verblər nələrdir? Phrasal verblər hərəkətlərlə, yəni feillərlə prepositionların və yaxud da adverblərin kombinasiyasıdır, yəni birləşmələridir. Bu adverblər və yaxud da prepositionlar sayəsində feilin ümumi mənası dəyişir. Bəzən isə bu məna daha idiomatik ola bilər. Məsələn, bugün baxacağımız bəzi phrasal verblərdəki kimi. Dediyim kimi, bu phrasal verblər sizə kömək eləyir ki, IELTS üzrə speakingdə balınızı 7 və yaxud da 7-dən bəzən daha yuxarıya çıxarmanıza kömək eləyir. Təbii ki, burada bəzi faktorlar rol oynayır. Məsələn, onların düzgün şəkildə istifadəsi və yaxud da yerli yerində istifadəsi, həddindən artıq çox olmaması və ya həddindən artıq az olmaması və s. Onların prepositionlarla düzgün istifadəsi kimi bir çox rol oynayan faktor var bu mövzunun içərisində. Bu onun göstəricisidir ki, siz natural danışıq tərzində ingilis dilindən istifadə edə bilirsiniz və istifadə etdiyiniz sözlər əgər düzgündürsə, yerindədirsə, dediyim kimi, sizin natural danışdığınız buna əsasən müəyyənləşdiriləcək və buna uyğun olaraq da sizə daha yüksək bal veriləcək. Bu phrasal verblərin bəzilərini, yəni 10 dənə phrasal verbi qeyd eləmişəm. Bundan sonraki videolarda da əlavələrini verəcəm. Sadəcə ilkin olaraq 10 dənə phrasal verbə baxaq birlikdə. İlk olaraq think back phrasal verbi ilə başlamaq istəyirəm. Think back, remember deməkdir, yəni xatırlamaq deməkdir. Çox vaxt to ilə, bəzən isə on ilə istifadə olunur. Keçmişdə olan bir şeyi yada salmaq mənasını daşıyır. Tutaq ki, sizə burada qeyd elədiyim kimi, sizin öz keçmişinizlə bağlı, uşaqlıq xatirələrinizlə bağlı sual verilirsə, for example, do you like remembering your childhood? Siz buna cavab verərkən think back ifadəsindən, phrasal verbindən istifadə edə bilərsiniz. For example, yes, I do. I often think back to my childhood because it was a very happy and carefree time və ardında burada qeyd eləmişəm. Buradakılar nümunə cavablardır. Təbii ki, bunları əzbərləməyinizə ehtiyac yoxdur. Sadəcə istifadə məqamlarına diqqətli şəkildə yanaşın ki, istədiyiniz zaman düzgün formada istifadə edə biləsiniz. Növbəti olaraq baxacağımız phrasal verb put up with somebody or something. Bunun mənası tolerate deməkdir, yəni dözmək, kiməsə anlayışla yaxınlaşmaq və yaxud da nəyəsə anlayışla yaxınlaşmaq, səbirlə yanaşmaq deməkdir. Yenə eyni qaydada sizə bununla əlaqəli sual verilərsə, məsələn, are you a patient person? Səbirli insansınız. Bunun cavabında istifadə edə bilərsiniz. For example, I think I'm quite patient because I can usually put up with difficult situations. Mən düşünürəm ki, mən kifayət qədər səbirli insanam, çünki mən çox vaxt çətin situasiyalara qarşı səbirlə yanaşa bilirəm. Bu formada istifadə etmək mümkündür. Təbii ki, bundan fərqli kontekstlərdə də istifadə edə bilərsiniz. Növbəti olaraq baxacağımız run into somebody or something. Bunun mənası isə qəfil şəkildə kimləsə qarşılaşmaq, kiməsə təsadüfən rast gəlmək deməkdir. Bununla əlaqəli də belə bir sual gələ bilər. Have you ever met someone you didn't expect to see? İndiyə qədər qarşılaşmağı gözləmədiyiniz kimləsə qarşılaşmısınızmı? Bildiyiniz kimi IELTS-da bəzən bizə spesifik suallar verilə bilir və fərqli suallar verilə bilir. Ona görə də müxtəlif kontekstlərdə suallar hazırlamağa çalışmışam. Siz isə cavab olaraq deyə bilərsiniz ki, yes or definitely. Once I ran into an old friend at a shopping mall. Və yaxud da əlbəttə istifadə edə bilərsiniz burada. Mən bir dəfə alış-veriş mərkəzində keçmiş bir dostumla gözlənilmədən qarşılaşdım. Bundan əlavə olaraq daha az gördüyümüz bir phrasal verb var və bu phrasal verb chip indir. Chip in. Mənası kömək etmək, yəni help deməkdir. Chip in daha
gündəlik həyatda istifadə olunan naturaldır və biraz belə deyək, formal deyil, formallıqdan kənardır, amma biz IELTS-in speaking hissəsində tamamilə formal danışmırıq, bəzən informal ifadələrə də yer veririk. Ona görə də chip in-dən istifadə edə bilərsiniz. For example, what do people usually do when there is a group project? Adətən qrup proyekti varsa, qrup layihəsi varsa, insanlar burada nə edirlər? In group projects, everyone is expected to chip in and share responsibility. Qrup layihələrində hər kəsin iştirak eləməyi, hər kəsin kömək etməyi və məsuliyyətin bölüşdürülməsi gözlənilir. Və mütləq şəkildə danışarkən öz emosiyalarınızı ora əlavə eləməyi, öz hisslərinizi ora əlavə etməyi unutmayın. Yəni biz hər birimiz insanıq, robot deyilik və biz danışarkən o hissi qarşımızdakı examinerə, imtahanı götürən şəxsə keçirtməliyik. Əgər biz cavabları əzbərə şəkildə, robotik şəkildə veririksə, bu formada cavablandırırıqsa, təbii ki, bu examinerdə maraq hissi yaratmır. Əksinə bizim danışdığımız şeyi onun üçün daha maraqsız eləyir. Ona görə də çalışın ki, cavablar hər zaman sizin öz təcrübələrinizlə, öz hiss etdiyiniz şeylərlə əlaqəli olsun. Sadəcə olaraq bunları edərkən onun qrammatikasına, istifadə etdiyiniz sözlərə, phrasal verblərə, bəzən idiomlara qarşı diqqətli olmağa çalışın. Növbəti olaraq biz baxacağımız phrasal verbimiz catch up. Catch up with və yaxud da sadəcə catch up formasını istifadə edə bilərsiniz. It means to reach the same level standard as someone else. Başqa biri ilə eyni səviyyəyə çatmaq, amma bu daha çox sadəcə çatmaq versiyasında da istifadə oluna bilər. Yəni siz tutaq ki, burada qeyd elədiyim kimi deyə bilərsiniz ki, if I fall behind, I make a clear plan and work harder to catch up. Əgər mən dərslərimdən və yaxud da işimdən geri qalıramsa, suala uyğun olaraq, mən aydın bir plan yaradıram, aydın bir plan qururam və çox çalışıram ki, əvvəlki versiyama çatım. Yəni ümumiyyətlə bu nəyəsə çatmaq deməkdir. Cut down on. Cut down on means to eat less of something. Nəyisə az qəbul etmək, amma bu sadəcə yemək mənasında istifadə olunmayacaq. Hansısa bir xərci azaltmaq və yaxud da istehlakı azaltmaq mənasına gəlir ümumiyyətlə. Mənim bu kontekstdə sizə verdiyim qidanı azaltmaq mənasındadır, yeməyi azaltmaq mənasındadır, amma dediyim kimi başqa şeylərin istehlakını, nəyinsə xərcini azaltmaq mənasında da istifadə edə bilərsiniz. For example, sualımız budur ki, have you changed any habits to live a healthier life? Daha sağlam bir həyat yaşamaq üçün hər hansısa davranışlarını, vərdişlərini dəyişdirmisənmi? Cavab olaraq qeyd eləyə bilərik ki, yes, recently I have tried to cut down on junk food and sugary drinks. Bəli, bu yaxınlarda mən fast food ilə qidalanmağı, hazır yeməklərlə qidalanmağı və şəkərli içkilər içməyi dayandırmışam, azaltmışam. Dayandırmışam deyil də azaltmışam. Digər baxacağımız phrasal verbimiz put forward'dır. Put forward təklif etmək, təklif irəli sürmək deməkdir. Burada da qeyd etmişəm. Definition-ı suggest or state the case for something deməkdir. Yəni dediyim kimi, hər hansısa sizin bir fikrinizi, ideyanızı irəli sürməklə əlaqəlidir. For example, what do you usually do when you have a good idea? Yaxşı bir ideyan olanda adətən nə edirsən? Whenever I have a good idea, I try to put it forward confidently, especially in group discussions. Nə vaxt ki mənim yaxşı bir ideyam olur, hər nə vaxt ki yaxşı bir ideyaya sahib oluram, mən çalışıram ki, özümdən əmin bir şəkildə bunu irəli sürüm, bu ideyanı, bu fikri irəli sürüm, xüsusilə də qrup diskussiyalarında. Pull out of. Pull out of means to stop being a part of something. Nəyinsə bir hissəsi olmaqdan, bir parçası olmaqdan, yəni iştirakdan imtina etmək deməkdir. Nədəsə iştirak etməkdən imtina etmək deməkdir. For example, have you ever decided not to take part in something at the last minute? Gördüyünüz kimi sualda da bunun parafrez olunmuş versiyasıdır əslində. To take part, iştirak eləməkdən, not to take part, sorry. Nədəsə iştirak etməkdən imtina etmək, iştirak etməmək. Cavab olaraq isə biz deyə bilərik ki, yes, once I had to pull out of a volunteer event because I was feeling unwell. Bəli, bir dəfə mən
məcbur oldum ki, bir könüllülük tədbirindən iştirakımı çəkim, iştirakımdan imtina eləyim. Çünki mən özümü yaxşı hiss etmirdim. Digəri isə revise feilinin, revise'ın sinonimidir. Yəni brush up on phrasal verbindən söhbət gedir. Brush up on something olaraq istifadə olunur. It means review or improve your knowledge or skills. Öz biliklərini, bacarıqlarını təkrar edərək və yaxud da təkrar etmək və yaxud da gücləndirmək, bildiyiniz şeyləri təkrar etmək və ya bilik və ya bacarıqlarımızı yenidən inkişaf etdirmək, gücləndirmək. Sual olaraq bu qeyd oluna bilər ki, do you need to improve any skills for your work or studies? Öz işin və yaxud da təhsilin üçün hansısa bacarıqlarını inkişaf elətdirməlisənmi? Cavab olaraq deyə bilərik ki, definitely. I often brush up on my English grammar and vocabulary because it's important for both my studies and future career. Əlbəttə, mən adətən öz ingilis dili qrammatikamı və lüğətimi təkrar etməyə çalışıram. Çünki bu həm mənim təhsilim üçün, həm də mənim gələcək karyeram üçün vacibdir. Növbəti olaraq əslində çox qarşımıza çıxan bir phrasal verbdən danışmaq istəyirəm. Bu take after phrasal verbidir. Əslində bu belə deyək, orta məktəbdən etibarən qarşımıza çıxan bir phrasal verbdir. Yenə də burada qeyd eləmək istədim. Çünki IELTS imtahanında çox vaxt bizə xüsusiyyətlərimizlə bağlı və ya vərdişlərimizlə bağlı və ya ailə üzvlərimizlə bağlı suallar düşə bilir. Belə suallar düşdüyü zaman siz əgər nə danışacağınızı bilmirsinizsə, kontekst tərkibində bəzi phrasal verblərdən və s. istifadə eləyərək tam olaraq mövzudan uzaqlaşmadan başqa şeylərdən də biraz bəhs edə bilərsiniz. Amma burada əsas olan out of topic olmamaqdır. Yəni mövzu ilə əlaqəni kəsməməkdir. Tutaq ki, sizin vərdişlərinizdən söhbət gedirsə, siz bəzi vərdişlərinizi qeyd edib daha sonra deyə bilərsiniz ki, mən bu vərdişləri hər hansısa bir ailə üzvümdən götürmüşəm, yəni ona oxşamışam. Take after someone o deməkdir ki, birinə bənzəyirik. Bu xüsusilə ailə üzvü olur. Resemble a family member in looks or character. Xarakterdə və yaxud da görünüş cəhətdən hər hansısa bir ailə üzvünə oxşamaq, onu xatırlatmaq. For example, do you look like any of your family members? Görürsüz, burada verilən sinonimi look like-dır. Cavab olaraq deyə bilərsiniz ki, yes, I definitely take after my mother. Yes, I definitely take after my mother. Yəni, mən qəti şəkildə anama oxşamışam, tamamilə anama oxşamışam deməkdir bu. İdiomlara baxa bilərsiniz, özünüz üçün yeni idiomlar götürə bilərsiniz, phrasal verblər götürə bilərsiniz, əlavə olaraq collocationlar götürə bilərsiniz ki, collocationların istifadəsi ən az idiomların və phrasal verblərin istifadəsi qədər bizim üçün vacibdir. Ümid edirəm ki, bu video sizin speakinginiz üçün, özünüzü inkişaf etdirməyiniz üçün sizə yararlı olar.